Salam dostlar. Bugün bazardan gözləntiləri sizinlə paylaşmağa çalışacağım. Deməli, dollar indeksindən başlayası olsaq, çünki bilirsiniz, dollar indeksi ümumiyyətlə istər səhm olsun, istər digər valyuta üzütlüyü, istər əmtələ ticarət edin, dollar indeksi əslində ilk olaraq analiz etməli olduğunuz belə deyək də maliyyə alətidir ki, görüm dollarda trend hansı yöndədir. Bildiyimiz kimi dollarda aşağı yönlü korreksiya bir mənada 21 oktyabrda artıq həmin günün birinci müqavimət səviyyəsini qırması ilə artıq yuxarı yönlü dəyişmiş oldu və burada diqqət yetirin, həmin günün, yəni 21 oktyabrda birinci müqavimət səviyyəsi qırılıb və bazar hətta ikinci müqavimət səviyyəsinin üzərində bağlandı. Bu əslində bazarda güclü alıcıların olduğunu göstərirdi. Növbəti gündə range ticarətində davam edib və əslində burada belə deyək, alış yönümlü trend daha dominantdır. Və nə qədər ki gün ərzində bu gün 98-371 səviyyəsi birinci dəstək qırılmazsa və qiymət bu səviyyənin altına bağlanmazsa, dollar indeksində yuxarı yönlü alış davam edə bilər. Dollar indeksindən belə dostlar və xüsusilə bir şey də qeyd edeyim. İnvestorlar bu həftə Amerikada inflyasiya gözləntiləri, inflyasiya xəbərləri açıqlanacaq və 3,1% artım gözləlir. Əslində dollardakı yüksəlişin bir səbəbi də həmin o inflyasiya gözləntilərinin yüksəlməsidir. Çünki həm Trumpın tarif tətbiq etməsi, həm də bir mənada belə deyək, pul kütləsinin bazarda çoxalması əslində elə inflyasiya doğuracağını belə deyək, investorlar gözləyir. Bundan dolayı da dollar indeksi yüksəlir ki, bəlkə inflyasiya göstəriciləri yüksək gələrsə, federal ehtiyatlar öz faiz dərəcəsini yaxın zamanda endirməyə bilər. Avro-dollar valyuta cütlüyünə də dostlar 21 oktyabrda həmin günün birinci dəstək səviyyəsi qırılıb. Yəni 1,16279 səviyyəsi qırılıb və hətta bazar ikinci dəstək səviyyəsinin altına bağlanıb. Bu əslində bazarda güclü satıcıların olduğunu göstərir. Dünən də əslində bir mənada birinci dəstəyi test edib. Bu gün də böyük ehtimalla bu birinci dəstəyi test edəcək. 1,15838 səviyyəsini test etməsi gözlənilir. Nə qədər ki avro-dollar bu günün birinci müqavimət səviyyəsi 1,16294-ü qırmasa və onun üzərinə bağlanmasa, hər halda avro-dollar aşağı yönlü, belə deyək, eniş trendi ilə davam edəcəyi gözlənilir, belə deyək. Digər maliyyə ələtinə baxaq, funta. Dostlar, funtda da əslində 21 oktyabrda satış başlayıb. Funt da həmin günün ikinci dəstək səviyyəsinin altına bağlanıb. Dünən İngiltərədən inflyasiya açıqlandı. 3,8% gəldi. 4% gözləyirlər. 3,8% açıqlandı və diqqət etirin, əslində həm qabaqdan sistem siqnal vermişdi funtda satış siqnalını. Çünki belə deyək, 21 oktyabr, 22 oktyabrda daha doğrusu bir mənada satıcılar bazara daxil olmuşdu və 22 oktyabrda da bazarda güclü bir satış davam etdi. Hal-hazırda GBP də eniş trendi baskısı altındadır və bu günün birinci müqavimət səviyyəsi 1,33-935 səviyyəsi qırılmasa, biz hər halda funtun ən azı bu günün birinci dəstək səviyyəsi 1,33-121-i test edəcəyini düşünürük. Digər maliyyə aləti dostlar, qızıl. Qızıla baxaq. Qızılda bilirsiniz, ciddi bir satışlar gəldi. Əslində bu aşağı 6%-dən çox bir satış oldu. Bu aşağı yönlü korreksiyadır və çox normaldır. Çünki heç bir maliyyə aləti belə sonsuz yüksələ getmir. Qızılda onsuz da uzun müddətdən bəri yüksəliş trendi var idi. Əslində trendin zəiflədiyini 17 oktyabrda satış siqnalı burada yaranmışdı. Düz tam yaranmamışdı, çünki həmin günün birinci dəstəyinin altına bağlanmamışdı. Lakin əslində bu artıq həmin səviyyənin test edilməsi satıcıların bazara daxil olduğunu göstərirdi. 21 oktyabrda aqressiv bir satış oldu. Hətta bazar ikinci dəstək səviyyəsi, üçüncü dəstək səviyyəsini test etdi və ikinci dəstək səviyyəsinin altına bağlandı. 23 oktyabrda da birinci dəstəyi test etdi. Bu gün də əgər qızıl birinci müqavimət səviyyəsi 4171 səviyyəsini qırıb onun üzərində bağlanmasa, qızıl hələ ki aşağı yönlü korreksiya davam edəcək. Yox, əgər birinci müqavimət səviyyəsi qırılarsa və onun üzərinə bağlanarsa, əslində bu yenidən bazara alıcıların daxil olduğunu göstərən bir işarə ola bilər. Ümumi fonda baxdıqda isə qızılda hələlik bir belə deyək də, qızılda kəskin eniş üçün makro səviyyədə bir fundamental bir faktor yoxdur açıqcası. Okay. Neftə baxaq dostlar. Neftlə ticarət edənlər üçün UK Oil Aha, neftin qiymətində dostlar, trend olaraq deməli 22 oktyabrda neftin qiyməti ikinci müqavimət səviyyəsi, hətta üçüncü müqavimət səviyyəsinin qırıb onun üzərinə bağlantı. Bu bazarda güclü alışın olduğunu göstərir.
Bu gün də nə qədər ki birinci dəstək səviyyəsi 62 dollar 31 sent səviyyəsi qırılıb onun altına bağlanmasa Brent markalı neft, hər halda neftin qiymətində yüksəliş davam edəcək. Ən azı birinci müqavimət səviyyəsi qırılsa, yəni 65-43 səviyyəsi qırılsa, ən azı 66-53 səviyyəsinə qədər neftin qiyməti yüksələ bilər. Dostlar, bir digər maliyyəti S&P 500 indeksinə nəzər salaq. S&P 500 indeksində də əslində deməli 20 oktyabrda bir mənada alış siqnalı vermişdi, lakin yenidən kəskin satışlar oldu. 22 oktyabrda baxın birinci dəstək səviyyəsi qırıldı. Hətta S&P 500 indeksi ikinci dəstək səviyyəsinin altına bağlanıb. Üçü belə test edib. Bu əslində bazara güclü satıcıların daxil olduğunu göstərir. Bir də bazarda ümumiyyətlə biraz qeyri-müəyyənlik hakimdir. Çünki bu Çinlə tarif məsələsinin hara gedəcəyi, necə qərarlaşacaqları ilə bağlı hələ ki ortada bir fakt yoxdur. Bu baxımdan investorlarda qeyri-müəyyənlik belə deyək, ab-havası dominantdır. Bu baxımdan hələ ki S&P 500 indeksində dəqiq bir istiqamət yoxdur. Lakin texniki analiz nöqteyi-nəzərdən dünən bazarda aqressiv satışın olduğunu göstərir və bu gün üçün də birinci müqavimət səviyyəsi 6786 qırılıb onun üzərinə bağlanmazsa hələ ki satış davam edə bilər. Dostlar, bu gün bazardan ümumiyyətlə gözləntilərim bu yöndədir. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.